Bugünlər mən kompleks obyekti, mürəkkəb tamamlığı izah edəcəm. İngiliscə kompleks obyekt nədir, harda, necə işlənir, onun haqqında məlumat verim. Kompleks obyekt mürəkkəb tamamlıqdır və ingiliscə tamamlıq iki qrupa bölünür. Sadə tamamlıq, bir də mürəkkəb tamamlıq. Sadə tamamlıq təbii ki, bir nitq hissəsi ilə ifadə olunur. Məsəl üçün deyirəm ki, I məsəl üçün receive a letter. I received a letter yesterday. Dünənlərim received. Mən dünənlərim məktubu əldə etdim. Bu cümləsində bir dənə tamamlığımız var. Bu simple'dır. Bunlar simple'lardır. Bir də var compoundlar. Məsələn, compound deyə bilərəm ki, I want nə deyə bilərəm? I want you məsəl üçün to come in time, for example, to come my house. Mən istəyirəm ki, sən mənim evimə gələsən. Burada iki tamamlıq var. Bir you'dur, bir də to come'dır. Mən istəyirəm nəyi? Sənin gəlməyini. Mən istəyirəm kimin gəlməyini? Sənin gəlməyini. Burada bizdə iki tamamlıq var. Bir you, bir də come'dır. Ki burada da ikinci cümləmiz bizdə mürəkkəb tamamlıqdır. İngiliscədə əksər feillər var ki, biz bu feilləri kompleks obyektdə işlətmə baxımından biz bu feilləri üç qrupa böləcəyik. Birinci kateqoriyalı feillər, birinci feillər, bu feillərdə biz buna be infinitiv deyəcəyik, be verb, yəni burada not to, not ing, burada to və ing işlənmir. Üçüncü şəxsdə işlənsə belə, biz burada feillərə s, es şəkilçisi əlavə etməyəcəyik. To, ing burada işlənmir. Bu feillər hansılardır? Təbii ki, let, bir də make feillərdir. Let bir də make feillərdir. Let indiki zamanda, keçmişdə hələ letdir. Make isə keçmişdə made olacaq. Burada let icazə vermək kimi tərcümə olunur. İcazə vermək. Let bizdə icazə vermək kimi tərcümə olunur. Make isə vadar etmək. Vadar etmək, məcbur etmək. Vadar etmək, məcbur etmək kimi tərcümə olunur və letdən, makedən sonra gələn ifadələrimiz heç bir halda nə to, nə ing istifadə olunmur. Məsəl üçün deyirəm ki, deyə bilərəm nə? Let, və yaxud da made feili. Buna deyə bilərəm ki, please let me go outside. Deyirəm, zəhmət olmasa icazə ver, mən çölə çıxım. Please let me go outside. Zəhmət olmasa mənə icazə ver, çölə çıxım. Burada me'nin yerinə məsəl üçün
him də olsa, burada yəni də üçüncü şəxs olmağına baxma, feilimiz go, yəni to-suz feil olacaq. İstər make də olsun, heç bir fərqi yoxdur. Let the make də bu feillərdən sonra heç bir halda feil çılpaq şəkildə gəlir. Bu bizdə birinci feillərdir. İkinci kateqoriyaya aid olan feillər hansılardır? İkinci feilləri hansılardır? Bunları daha çox hissi qavrayış feillər, görməklə bağlı, görməyə aid olan feillərdir. Məsəl üçün deyirəm ki, see, görmək. Məsələn, see, görmək, notice, hiss etmək, watch, baxmaq, feel, bu da hiss etmək, hiss etmək, so hear, eşitmək, to hear, eşitmək, hear, eşitmək, to observe, müşahidə etmək, müşahidə etmək. Bu tip feillər var ki, bunlar özlərindən sonra ya feil to-suz olur, yəni feil çılpaq şəkildə işlənir. Ya feillərimiz çılpaq şəkildə işlənir və yaxud da ing-li formada işlənir. Yəni burada feilləri biz iki formada işlədə bilər. Ya C-dən sonra feili heç nəsiz yazırıq, ya da ing-li yazırıq. Məsəl üçün deyirəm ki, nümunə yazım daha aydın olsun. I see him, ya swim yaza bilərəm və yaxud da swimming. Yəni burada swim sözünün sonuna ing də əlavə edə bilərəm, ing əlavə etməyə də bilərəm. Swim in the pool. Mən onu hovuzda üzən gördüm. Yəni hovuzda üzən gördüm. Bu cümlədə I see him or I see him swimming in the pool. Burada swim də deyə bilərəm, swimming də deyə bilərəm. Don't matter. Heç bir fərqi yoxdur. Sonra bir də üçüncü kateqoriyaya aid olan feillər. Bunlar isə belə deyim, yerdə qalan feillərdir. Yerdə qalan feillər nələrdir? Yəni birinci kateqoriyaya aid olmayanlar, üçüncü qrup feillər. Üçüncü qrupa aid olan feillər, yəni nə to'ludur, necə deyim, birinci kateqoriya və ikinci hissi qavrayış bildirən feillər deyilsə, let make ilə bağlı olan feillər deyilsə, yerdə qalan tüm feillər hamısı üçüncü kateqoriyaya aid olan feillərdir. Bu feillər isə ancaq to'lu işlənir. Bu feillər biz ancaq to ilə işlədəcəyik. To-dan başqa heç nə ilə işlətməyəcəyik. Məsəl üçün, burada deyirəm want, istəmək. Məsəl üçün, want, istəmək, accepted, gözləmək. Expect, gözləmək. Expect, gözləmək. Would like, istəmək. Would like, istəmək. Daha sonra tell, bunun keçmişi told, demək. Demək, söyləmək mənasında. Sonra ask, soruşmaq.
Ask soruşmaq, allowed icazə almaq, allowed. Allowed icazə almaq, sonra try çalışmaq, try çalışmaq, advised məsləhət vermək, məsləhət vermək, daha sonra deyə bilərəm permitted icazə vermək, permitted bu da icazə, verməkdir, permitted. Sonra remind etiraz etmək mənasındadır. Remind burada xatırlamaqdır. Remind xatırlamaq, remember mənasına. Remind xatırlamaq, remind xatırlamaq, sonra xatırlatmaq, remind xatırlatmaq, recommended məsləhət görmək, recommended və bir çox feillərimiz, yerdə qalan nə feillər varsa hansılar ki bunlar özlərindən sonra to tələb edir. Məsəl üçün, nümunə deyim. Deyirəm ki, he demirəm. We went to go Paris. Deyək, biz Parisə getmək istəyirik. Want üçüncü kateqoriyalı feildir. Özündən sonra feili to-lu tələb etdi. I want to go. Bu mənasında işlənir. Məsələn, I would like to pass your exam. Mən istərdim ki, sən imtahanı keçəsən. I would like istərdim to pass. Mən istərdim ki, sən imtahanı keçəsən. Burada bu tip feillərdir və əgər bu tip feillərdə mürəkkəb bir complex object varsa, yəni cümləmizdə and varsa, cümlə verilibdir. Cümlə daxilində andlər verilibsə, burada feillər fərqli olacaq. And. Burada necə olsun? Əgər burada birinci kateqoriyalıdırsa, birinci kateqoriyalı feillər varsa, məsəl üçün, deyəlim ki, let varsa, cümlə daxil, bu cümlədə birinci let varsa, hər iki tərəfdə boşluq, necə boşluq? Yəni, onsuz da let özündən sonra to-suz feil tələb edir. To-suz feil olacaq, bu heç. Yəni, hər iki tərəfə aiddir. Əgər burada ikinci kateqoriyalı feil varsa, hər tərəfdə ayıncılı olacaq. Ya ayıncılı, ya da çılpaq, baya. Ya ayıncılı olacaq, ya baya olacaq. Burada konkret bəyədir. Burada həm ayıncılı, həm baya olacaq. Amma üçüncü kateqoriyalı feil isə, yəni burada deyəlim ki, want istəmək feili varsa, burada birinci tərəfdə to olacaq, ikinci də boşluq olacaq. Yəni birinci tərəfdəki want-da, məsəl üçün deyirəm də, want gəlibsə, bundan sonra feili to-lu tələb edir, amma ikinci tərəfdə to olmayacaq. Məsəl üçün deyirəm ki, I want to buy new məsəl üçün new pen, for example, and write essay, for example. Mən istəyirəm ki, yeni qələm alım və essemi yazım.
Burada fikir verin. Want hər ikisi feildir. Hər iki feil aid oldu. Ortada and var. Amma wantdan sonra feilimizi to'lu yazdıq. Amma burada anddan sonraki feilimizi isə to'suz yazdıq. Əgər burada want yox da diyelim ki ikinci kategoriyalı feil olsaydı, burada hər iki tərəfdə ya ing'li feil olacaqdı, ya ing'siz veya feil olacaq. Amma let və yaxud da make ifadəli olarsa, burada hər iki tərəfdə onsuz to'suz çılpaq feillər işlənəcək.